Kızlar durun mama kurban. Uyanın. Davay. Baba dedi yetti tamam doğru terpeley. Hele geri durdurdum sizi ya. Ki biraz da yatasız. Davay durun tez olun ama biraz tez olun. Biz yine rayona go. Ama yine de kaça go. Niye? Yetti tamam da yürür bizim maşın dolaba terpene ya. Orada da evimize getiriyordu. Evimizde orada bile gözleyenler var. Ha. Bilmem kimle görüşeceğiz biz. Tələsürük yenə. Tez gedək, çünki gedib qaydırıq axı. Tez gedək, mən deyir, işlərimi görüm, qutarım ki, tezli qayda. İndi burada belə deyir, amma burada da hara gedirik, elə deyir ki, tez oldu. Neysə, hazırlaşım, namazımı qıldım, qutardım. İnan, o qədər tələsdirdi məni. Dəstəmazımı almışam, geyinmişəm, namaz qılmağa başlayıram. Gəlir deyir ki, hələ azadını verməyib ki. Deyir, bunu deyib, qəza qılıram. Neysə, qəzalar qıldım. Sonra azadını verdim, mən qıldım, qutardım. İndi yoldaşım özü qılır. İndi deyir ki, get hazırlaş, mən namazımı qılırım. Tez ol, get uşaqlarda durur, hazırlaş. Neysə, çəkərəm. Görünüm, prikulçi hediyalar olacaq, görək. Koydun, hə, zamokun da bağlı ver papaya. Hə, çünki onu bagajinka qoyacaq. Mən bir sizdən şey olur, deməli, bizi niyə belə aləm dəyir bir-birinə? Çünki bari deyə qabaqcadan, dünən axşam gəlib ki, sabah rayona gedirik. Bunu qabaqcadan deyəndə, dünən var ki, bir dənə geyinəcək, süs gedəcək, üstə nə işiniz var ki? Bizə kişi xeylaqları rahatlarda geyinirlər, götürdü kompüterim, mindi maşına getdi. Amma biz elə deyilik axı, mən bilməliyəm, işlərimin qaydasına qoymalıyam falan filan da, yəni, neysə qadınlar mən başa düşdü. İşimiz çoxdur. Ona görə də evdən çıxanda da belə səhər durduqa mən namazımı qıldım, ondan sonra bir yerləri yığ, nə bilim, oğlan üçün həmişə mən bir-iki alt paltarı falan götürürəm də, bir dənə tərlədi elədi. O isə yox, misal üçün, o da namazdan qıldı, vəsiyo, geyinib, keçindi, 3 saat mən sizi gözləyirəm. Kişilər biraz daha matematik işləyirlər də, priyamoy. Neyse uzun sözün qısası. Mindi hamımız hazırıq. Havada qaranlıq. Yuxuluyor. Çok incindik yüksel. Başladı. Meymun. Ben yuxulu döyürəm. Ben de. У меня поклассно сон, и меня разбудили. Stop. У меня был крепкий сон. У нее был крепкий сон. Neyse qaranlıq düşür, görünmürük. Я тоже не... İki kadın çaştılar. Bu iki kadın çaştılar. Kişi yerine girirdiler. Fırlandılar. Kızlar bundalıydı geldiler kadın yerine. Hem oluşu maması gibidirler. Tuvalet istemiyor da bir şey. O işi burada. Ben hala kofe içmişim. Size göstereyim. Kofe içmişsən, hə, evdə gedərsən. Deməli, keçən dəfə bunlar mənim yoldaşım ki, həmişə uşaqlarla yola kofe götürürlər də özləri ilə. Yoldakı bəyənmirlər. Yəni yoldakı olan kofeni bəyənmirlər. Nəysə, uzun sözün qısası da başım nə gündədir, başım gözüm niyə belə qalır. Nəysə, deməli, yol uçunda bizim çaşqamız var da. O qədər qəliz adamdır. Plasması. Keçən əvə gedəndə biz rayona plasması içdi, qutardısa kofesi, plasması iyi verir. Plasması deyil. İçdi. İndi bu dəfə Dənizə deyib ki, Dəniz, mənim armudu stakanımı götürəsən. Ölürəm də gülməkdən. Deyirəm ki, armudu stakanında buna sən kofe içən görmüsən. Deyir ki, kim görür axı, mən maşındayım da. Dedim, indi gözlə, kim görür? Mən bunu bütün Azərbaycana göstərim, sən də bax. Tak işte içip bunda. Kofesin armudu stakanda. Uşaqlar yenə öz o qabıda içdilər, o stakanda içdilər. Amma bu isə yox. Mənim deyir, armudu stakanımda götür. Belə indi yolu yarıya vermişik. Qalıb yarısı. Saat neçədir? 8:41. Yaxşı gəlmiş.
Dora yok. Ha düz yedireceğiz. Oradan alır. Bu tərəfdə də xətən. Ora ətçidir. Uşaq məndən doğru bilirmiş. Oğluşum atasının kurtkasını yeni verir. Öz kurtkasını çağırma. Ora bak. Biclicən. Ora bak. Biclicən öskürür. Hay ata onu al. Verdin Orika çörək. Gəlir oğluşum. Kişi balam. 5 rasper özündən bölüb. Kurtkası özündən bölüb. Çişi balam, çişi balam. Böyle istedi. Ha ne? İp istedi. Молодец. Sudak. Bir matadır. Dayan onda pulum var. Babatça ne oldu? Evet görsəydin. İndi oğlan Nurika deyib ki, çörək 1 manatdır. Amma əgər yoxdursa, eyb yox qalsın. Bunu misal üçün Bakıda deyərlər, yox 1 manatdır, vermirəm. Oğlan gərək uşaq qaytarardı ki, get 1 manat gətir. Amma deyib ki, eyb yox. Ona görə də biz verdik təzədən. Hə, lap yaxşı. Verdik təzədən 30 qəpik. Getdi. Rayonlarda hələ belə insanlıq var, amma Bakıda bunu eləməzlər. Bakıda deyirlər, yox çörək 1 manatdır. Get 1 manat gətir. Düzdə oluşum. İşinə cavab şükürmədim. Çəkirəm ha. Ay sağ ol. Vaskil çəkir. Peçatı vur sonra söndürüm. Nənə yatıb. Luluş sana kurban olaram. Bu yönüm ayağımın altında sağansız yaldızırdım. Nənəcan, bax. Sənə sürpriz eləyim. Yanımda sizden almışım. Yaxşıyım amma ağlama. Yaxşıyım amma pis oldu. Darıxmışdım amma. Gəldi də narahat olma. Neyse. Kurban olaram. Yanımda sizden danışıyorum. Doğru da. Aşkaka görür. Konnichiwa. Süper konnichiwa. Nə görüşək. Gelirsen. Bu Necəsən? reklamlar büyüyün gelirsen. Doğru da. Biz dedik ki, demədən Murat deyəcəkdi. Dedik demə, qoy sürpriz eləyək nənəyə. Biz qoymadıq. Hə, biz qoymadıq deməyə. Deyəcəkdi sənə. Dedim ki, demə, qoy sürpriz olsun ona. Ev eşiğin doldu Diliçka, ev eşiğin doldu yenə. Onca ölməyən var. Can, qurban olaram sənə. Onu istəməyən var. Bir ki, qlazok hazırla. Deyirəm ki, qaynanmışı uşaqlar da çox istəyir. Gəl qaynanmış hazırlayım. Sənin isə fərqi yoxdur da qaynanmış yağda. Qoy elə qaynanmış eləyim. Hamısı yesinlər, uşaqlar da yesinlər. Yox, uşaqlar da qlazok yeyər, yox yeyər. Axır gəldi sözümə sonra deyir ki, yox, qaynadı sən. Gəlir sözümə, mən çəvirəcək, dığladacaq, yoracaq, ondan sonra gələcək sözümə. Neçə ay dəmliyim, burada da yumurtaları qoymuşam. Mırtaları qaynasın. Hara getdin Nurik? Ora çox istidir. Duz istiyot qoymamışam, yox. Belə ye, təzə gün qalxar. Duz istiyor. Burada qalxar. Yumurta qaynatdım, mama qurban yersən. Burada da qəşəng peç yandırmışıq və isti olur.
Elə qəşəng isti olur bütün istilik hamısına. Ama öyle masa yok. Kaset dinlere danışsın ki. O şey. Lazer dinle de bedanızı yaman göre gösteriyorsunuz lazer. Şimdi balıklardan neresi diyor ki burada bir tane şey sınıp, deyir ki nere bunu kim sındırıb, deyir ki adam mən nə bilim o qaldığı yerdə bir anda özü belə partladı da şüşəsi partladıdır. Nənə o burada bu buna cinayət düşmür də çünki öz-özünə partladı. Kim eləsəydi ona da cinayət məcəlləsi verir. Yeni git. Ben böyle şeyler bilməyəcəm məndən. Şişi de geldi abi. Nənəsindən mırtaşır edin. Nənə yazığı batırıb bizi başımıza aymama xarab edib keçib sənlə. O qədər dua elə, o qədər oxu ki ayallı bu girsin. Gecə gündüz oturayım ben bilsəm sən universitetə başımızı evlə xarab edəcəm bizi öldürdü. Ne deyirsən deyir filan şöbəyə. Xeyr. Bu qanuna görə belə deyir. Xeyr bu cəmiyyət hüquqlarının pozulmasıdır. Bu mən nə bilir. Yola sana səni. Keçən dəfə tripodu gətirməmişdim. Hava yaxşı idi. Əlim əsə-əsə titriyə-titriyə çəkdim. Əlcəyi də götürməmişəm. Bu dəfə əlcəyi götürmüşəm. Tripodumu yadımdan çıxarmamışam, götürmüşəm. İndi də yağış yağır. Bu tripodla çəkmək mənə Lənkəranda qismət olmur da çox qəribədir. Nurullah müəllim də girib dükana. Onu dükandan çıxaraq çağır onu dükandan. Gedə biraz cücələrimə yemək verim. Yağış dayansa tripodla gir dükana papadan soruş da. Gir dükana papa elindən çıxarsın onu. Əgər şey olsa, nədir o? Yağış dayansa tripodla çəkərəm. Geldi Boran'ın restoranına. Burada yemeği yiyecek, ortamızı burada yiyecek. Kızlarla. Kızlar deyəndə uşaqlarla da. Я хотела сегодня взять зонтик. У меня был такой голубой. Yağışlı hava olduğu üçün, mənim ağıllı qızım da zonçikin götürmədiyi üçün, Дождей не будет. mənim özümün də zonçikim var. Sadəcə olaraq mənimki uzun oxracqaçın olanlar var. Bağlanmır, qatdalanmırsa yığılmır. Ondandır. Мы здесь Qızım увидели da isə кого. yığılır balaca boyda olur. Гуляете прямо по жилому Gecə району. pagodaya da baxdıq, dedim zonçik götürməliyik. Все. O götürsəydi, bunlar kapşonu atacaqlar, amma mənə də ehtiyac yox, papaq qoymuşum. Sadəcə Здесь везде слякоть. telefona görə Везде в дождь, zontiki везде слякоть. Сейчас tutacaqdım брат ki, сниму, брат очень хочет yağış снять. olmasa telefonum zərər görməsin. Yadından çıxarıb götürməyib. Товарищ. Deyir, mən niyə götürmədim? Deyirəm, mən nə bilim, götürmədim. Ботинки Общем, не испачканы. məcbur gəldik. Dedim, bu У него dəfə bu белые tərəfdən ботинки. gedək, başqa tərəfdən gedək. У него белые ботинки. Başqa Он yerləri их не çəkin. испачкал. İndi görün, Как он indi сам narınlar, говорит. biz uca bura gəlib çatana qədər narın başladı yağmağa. Прямо находимся. Görək gedənəcən əgər dayansa, dayanmasa da illaki bir təhər çəkəcəm. Amma görək də, indi yeməyimizi yiyək. Давайте я вам обычно. Buranı çəkim. Can. Səni çəkib. Tövbə, estağfurullah. Ay mən. Çok büyüktü o tarafta da. İlkədə. Burada da. Сколько количество? Ты же количество. Geçen vlogda demiştim ha, Lənkəran parkovasıdır. Bu düz orada yerləşir də, bu Boran restoranı. Keçən dəfə bu küçəni gəzdirmişdim, çəkmişdim. İndi dedim ki, başqa qala deyilən yer var Lənkəranda, o qala yerini çəkək. Bir də mən bir sahara getmək istəyirəm. Öz musiqi məktəbimə falan. Gedək, bura yaxındır. Gedək, öz musiqi məktəbimi falan çəkim. Mən musiqi məktəbində də təhsil almışam. Davay. Allah baxır, burada danışır öz-özünə. Hə, oranı çəkərik. Əlif qoyma tarelkaya. Çox sağ ol. Bura qala deyilən yerdir.
burada köhnə binalardır. Altında nə bilim bank, belə dükanlar falan. Bura isə Хочет показать нам. mən buna inşallah yayda gəlib girmək istəyirəm ora. Bura bilmirəm görünür kamerada yoxsa yox, mayakdır. Mayak. Onun bu tərəfində də vağzaldır. Mən bu mayaka yayda gəlmək istəyirəm, o mayakın içinə girim, baxım, çəkim. O qədər mənə maraqlıdır. Sadəcə olaraq bugün hələ hava soyuqdur da. Yəni yay vaxtı inşallah gəlsin. O da vaxt tapsaq da. Çünki qaça-qaç gəlir. Bizi bilirsiniz də, qaçırıq. Hüseyin Bob yalan da bizim yanımızda. Покушать приятного аппетита. Azərbaycan soyqırımı qurbanlarının xatirəsinə hazırlanmış, düzəldilmiş anıtdır. Mərmərdə sözlər yazılır. Nəyə aid ki, onu da yaxşı çək. Baxın 1918 1900 Çox lazımdır. düzdür, düz. Lakin bir dənə mənim o sözü oxuyum. 1992 Könlümüz dərddən yaralı, gözümüz səndən aralı, qəlbimiz düşməndən dağlı, qocalı, ay qocalı. İnşallah Baxın burada deməli Azərbaycan dilində yazılır, həm də ingilis dilində də yazılıb ki, xarici vətəndaşlar, xarici nümayəndələr gələndə bu da şəhid analarının Azərbaycan qadının şəhid analarının simvoludur. işte 92-ci ildə 26 fevralda bizim qurbanların əziz qatili. Bəli, 1918-ci ildə erməni qəsbkarları tərəfindən Azərbaycana qarşı törədilən soyqırım qurbanlarının əziz xatirəsi. Ən əsası odur ki, ingilis dilində də yazıb ki, xarici vətəndaşlar gələndə bizim Azərbaycanın tarixi haqqında məlumat alsın. Bu isə 26 fevral 1992-ci ildə Xocalı faciəsidir, Xocalı soyqırımının qurbanları. Burada məlumatlar hər ikisində var. Burada da Xocalı soyqırımına aid bütün şəkillər həm ingiliscə, həm Azərbaycan dilində var. Bu kitabxanadır, mərkəzləşdirilmiş kitabxana sistemi yazılıb. Mərkəzləşdirilmiş kitabxana sistemi. Bura kitabxanadır, bura isə mənim musiqi məktəbimdir. İndi Həqiqət Rızayeva adınadır, 2 sayılı musiqi məktəbi. Mən burada musiqi deməli pianoya getmişəm. 2-ci mərtəbədə də imtahanımızı verərdik. 2-ci mərtəbədə zal var. Yekə royallar var idi. 4 dənə, 5 dənə royal vardı. Bir-birini belə arxa-arxaya bir-birinə verilmək, bir-birinə yan-bayan. Mənim oxuduğum otaq da, baxın bu yox, bu otaq idi. Mənim indiyə qədər yadımdadır. Sadəcə pərdə qoyulub deyə görünmür işi. Bura mənim oxuduğum sinif idi. Yəni sinifim buraydı. Ayda mən uşaq vaxtı, yəni ki o məktəb vaxtı oxuyanam da. İndi gəldim, həm dedim çəkim uşaqlara dedim istəyirsiniz bir daha görmək istəyərdilər. Yanında da muzikçilikdir, yəni musiqi texnikomudur. Bax bura isə musiqi texnikomudur. Mənim oxuduğum vaxtda burada dəmir barmaqlıqlar yox idi. İndi qoyublar, çox yaxşı eləyiblər. Çünki bura musiqi texnikomudur Dəniz. Hə, bura musiqi məktəbidir, bura musiqi texnikomudur. İndi qoyublar ki, bir-birindən ayrılsın da. Bura texnikomdur, bura isə belə adi məktəbdir. O vaxtda mənim gözümə bilirsən nə boyda görünərdi bu. Mən inana bilmirəm ki, bu qədər balacaymış. Ayda bu buradan girirdi. Uşaq vaxtı o qədər gəlib buradan girmişəm içəri. Ayda bacım da oxuyub da bacım. Bacım indi bu videonu görsə, inanın bəlkə də onu nə bilim köhnə xatirələri yada düşər ya, gözləri dolar, nə olar. Görün nə keçir buradan. Bu nə işi var burada? Nə işi var onun burada? Nə bilim, çünki uşaq vaxtı o qədər bu pilləkənlərdən mən qalxmışam, düşmüşəm, həyəcanlanmışam, imtahanı verə biləcəm yoxsa 2-ci mərtəbədə belə düz, baxın bura dönmürdü, dümdüz qabaqda zaldır, üzbəyüzündə zaldır. Biz piyanoya getmişik.
Bacım da mən də. Amma şey də var, yəni ki, bütün musiqi alətləri var bu məktəbdə. İndi də elədir. Bütün musiqi alətləri var. Yəni hamısını öyrənmək olar. Tar var, nə bilim. Mənim müəlliməmin öz oğlu elə tara qoymuşdu. Kamança, skripka, sonra şey zərb alətləri falan filan hamısı var da, nə istəyirsiniz var. Koridorudur. Ay da, qoy çəkim görüm. Necəmi? Heç nə olmaz. Hə. Görmür, mən görə bilirəm. Hə. Heç nə olmaz. Musiqi məktəbi də təzə çıxıb, nə cinayətə girir. Yenə başladı. Yenə maddə danışmağa. Xata olub bu universitetə girib öldürdü bizi də. Öldürdü, gecəmiz, gündüzümüz yoxdur. Pəncərənin içinə girir. Girirəm musiqi məktəbi, xalqın evinə çəksəm, evi çəksəm, xalqın evin için çəksəm. Mama qurban, mən evin için çəkmirəm. Girmisən pəncərənin ağzına. Onlara mən Aydildə bir dəfə gəlmişəm bura, mənim bütün uşaqlıq xatirələrim Я не deşmə. хочу попасть, я не хочу, если типа попасть в всякие Heç nə проблемы. deməzlər, narahat olmayın. Bura vağzaldır. Buranı sonra deyərəm. Bura vağzaldır, baxın bura. Bilet falan filanlar buradan alırsınız. Alırıq. Sadəcə ora burada əvvəllər belə gələndə, yəni 1-2 qatar görürdün də, lokomotivin görürdün, misal üçün qatar olmurdu, lokomotivlər olurdu. Ya yük daşıyan vaqonlar olurdu, lokomotivsiz. İndi heç nə yoxdur. Sadəcə stansiya görünür. İndi heç bir şey yoxdur, amma olmasa da yenə də mənə çox maraqlıdır. Qaranlıq göstərim. Burada qatar üçün gözləyirdi bura. Qatarlar Astaradan gəlirdi. Lənkəranda burada dayanırdı. Burada Lənkəran stansiyasıdır. Bu Lənkəran stansiyasında dayanırdı. Lənkərandan minənlər də minirdi. Mənim ata babam çox tez ölüb. Ana babam bizi bu körpü ilə gətirərdi ayağına. Çünki anamın atası evi çox yaxındır bura. Buradan bizi aparardı dənizə. Burada da vayenlər, Rus vayenlər, soldatların, yəni vayen evləridir. Hərbiçilərin evləridir burada. Bilmirəm, görünür yoxsa yox. Hərbiçilərin evləridir. Bəziləri qalıb, bəziləri isə yəqin ki satılıb, təzə evlər tikilib. Amma çoxu qalıb, sözün düzü çoxu qalıb. O hərbiçilər orada yaşayırlar. Amma Rus idilər, Ruslar idi. Hava ucu soyudu ya qızlar. Hava soyudu. Burada Lənkəran stansiyasıdır, baxın. Burada stansiyadır. Amma heyf ki, heç bir qatar falan yoxdur. Çox təəssüf. Qızlara da göstərdim. Oğlum deyir ki, oğlum təzəlikcə gəlmişdi papası ilə. Yadındadır, amma qızlar gəlməmişlər, görməmişlər. Qızlarımı da göstərdim. Sizə də göstərdim. Uşaq vaxtı o qədər qonaq gətirib papa ilə yola salmışıq. Nə bilim bu stansiyanın bu tərəfidir. Bu artıq qatarlara baxan tərəfidir. İçəridən oradan girirdik, alırdı, buradan çıxırdıq, gözləyirdik. Buradan çıxırdıq. Bu da mayak burada lap yaxındadır. Biraz kamerada uzaq düşür, amma əslində çox yaxındır. Bura isə Mirvarim deməli həm otelidir, həm restorandır, lap üstündə. Biz gəlib burada zavtraq eləmişik, yemişik. Belə çox da bəzəkli idi, amma belə də çox da belə mataq bir şey deyil idi. Amma içi çox belə gözəldir, mənzərəlidir. Adı da Mirvarim. Amma zavtraq üçün heç xoşum gəlmədi zavtraq üçün. Daha vağzal buradır, buradan girirdik. İndi gedirik bura. 2 dəfə Sovet İttifaqı qəhrəmanı qvardiya general mayoru Həzi Əhədoğlu Aslanov Lənkəranlıdır. Baxın, indi bunu uzaqdan çəkəcəm. Lənkəranlıdır və generaldır. Yəni Lənkəranın qürurudur, qürur qaynağıdır, qəhrəmanımızdır bizim. Qürur duyuram, onun evi də buradadır. Lənkəranda evi də var. Təsəvvür eləyin ki, ev muzeyi o qədər gözəldir. Necə? Həqiqətən evin səliqəyə salıblar təmir olaraq. Amma necə var o cür saxlayıblar. Ayda gəlsək, Allah qoysa, vaxt olsa, qismət olsa, mütləq mən Həzi Aslanovun
ev muzeyinə də uşaqları aparmaq istəyirəm. Mənim qızım, bunlar uşaqlar Ruski sektor oxuyublar axı. Həzi Aslanov haqqında bilirlər, Həzi Aslanov deyə bir qəhrəman var. Deyir, amma Lənkəranlı olduğunu bilmirdim. Görürsünüz? Yəni bəlkə də bilməyənlər var. Bəs çəkdim ki, bilməyənlər də bilsin. Qürurumuzdur bizim. Baxın, bu nə gözəl heykəldir. Görün, necə əzəmətli. İnanın, mənə kamerada elə düşmür. Üzündəki o əzəmət. Möhtəşəm. Və o vaxtı bizim müəllimimiz də bizə başa salmışdı. Görün, nə qədər önəmlidir. Biz müəllimlər o vaxtı belə yerlərə aparardılar uşaqları. İndi hansı restorana gedək, harda keçirdək Novruzumuzu, Novruz bayramını hara gedək? Olmaz belə. Harda uşaqlar orada əylənə bilməzlər. Oradan sonra restoran var, gedək. Belə yerlər yox. Baxın, müəllimimiz bizi bura o vaxtı müəllim demişdi ki, bu tankdır. Çəkil oradan. Baxın, altı, bu da o hissə tank kimidir. Güya tankın üstündə ucaldıblar onu. Görün, hələ də yadımdadır. Müəllim belə yerlərə aparar da. Qurban olum öz müəllimlərimizə, qurban olum öz təhsilimizə, vallah. Bu da burada lap yaxındır, Mayakı. İnşallah bir dəfə də Mayaka gətirər. Əslində çox yaxındır, baxın, bir dənə yol var burada. Amma biraz kamerada uzaq düşür. Çıxdıq yola biz artıq. Hamınız sağ-salamat olun. Biz də sağ-salamat, qəzasız, bəlasız gedib evimizə çataq inşallah. İnşallah, çünki zaryadkaları qutarır. Mənim də kutkamı verin. Oturayım bir istəyən çay içək. Ürəyimiz yanır. Soyuqdur, əlbəttə ki, soyuqdur. Esişuşka. Esişuşka. Cəzə sənə esişuşka deyil. Esişuşka. Sən çay içmirsən, düz deyil ya. Но сладкое я съем. Başında da neyse. Mən bu qızı üzr istəyirəm sizdən. Bu qızım Azərbaycanda danışa bilmir. Çox təəssüf. Başa düşürəm danışam. Hiç göz yoxdur başında. Sən çay qoşulmuşsan gez ya. Я это люблю сладкое. Ага. Но не люблю чай. Но как-то я ведь сладкое вместе с чаем. Да, это Ona бывает görə плохо. gəlmişsə başına sütçü olsan. Başında qoyaram ya. Дай бог. Hot dog yiyirsən, ha? Yəqin ki, canlı musiqi falan olur da. Yəqin canlı musiqi olur. Belə görünür ki, canlı musiqi olur. Bura isti olar da, hə? Soyuqdur, mənə soyuq gəlir. Gəlir, bizə gəlirmi? Özdə bura çay süfrəsi deyirəm, Murad, bura xora idi. Nasıl yaxın dəyəndə başa çəkirsən? Hə, sən öskürməyin üçün. Bir dənə armududur, bir armududur 3 saatdır içir. Çünki əslən heç xoşlamır çay. Чашка горячая. Ya. Это кроме этого способа никаким это невозможно способа, это невозможно получить. Tövbə estağfurullah. Ama biz buradan tam ödedik. Qaldı yarı yolumuz. Yarıdan biraz çox da 110 kilometr gəlmişik. 130 qalıb da 240-dır obş. Əvvəllər vəbşə 6 saat idi. Bakı Lənkəran yolu. İndi 2 saat yarım. Rahatlaşıb. Təzə yol çəkdilər də, təzə tras. Mən tələbə olanda Bakıda oxuyurdum, kanikullarda gələndə. Avtobusdan 6 saat idi, maşınla isə 5 saat. 6 saat gəlirdim yola. Ben avtobuslar burada görmürəm ancaq gedir gəlir. Avtobuslar gündüzlər işləyir. Belə inşallah sağ-salamat çataq evə. Deməli mən rayon 2 gün sonradan rayon vloqumuzu deməli montajlayırdım indi. Görürəm ki, mən sağollaşmamışam. O qədər görün necə yorğun olmuşam ki, mən evə gələn kimi həmişə sağollaşıram da. Yəni həmin gün həll eləyirəm, bütün vloqumu bitirirəm, videomu. 2 günlükdürsə 2 günün sonunda bitirirəm. Amma o qədər yorğun gəlmişik ki, heç mənim yəni ağlıma gəlməyib ki, mən vloqumu bitirməmişəm. Ona görə də montajlaya gördüm ki, sağollaşmamışam, dedim qoy sağollaşım. Heç bir əziyyəti yoxdur. Kimin qarşısına çıxarsa bu deməli video, çox xahiş eləyirəm, əziyyətsiz, pulsuz, parasız, sadəcə ora bir izləməyə alırsınız, toxunursunuz, izləməyə alırsınız, böyük yaxşılıq, oturduğunuz yerdə yaxşılıq etmiş olursunuz, mənim ürəyimi sevindirirsiniz, motivasiya verirsiniz və mən hər həftə video yükləyirəm. Çayınızı, kofenizi qoyun, oturun, izləyin də. Deməli, uşaqlıq xatirələrimə getdim doğrudan da. İnşallah bir gün hava yaxşı olanda getsəm, musiqi məktəbinin içinə girmək istəyirəm, otağımı çəkmək istəyirəm, icazə versələr.
çəkərəm. Müəlliməm artıq pensiyaya çıxıb, amma müəlliməm təəssüf ki, orada olmayacaq, amma istəyərəm ki, mən çəkim məktəbinin içində. Deməli, Həqiqət Rızayeva adanadır. Mən mamadan soruşdum ki, mama, mən uşaq vaxtı olanda da, çünki mən orta məktəbi də rayonda 2 saylı orta məktəbdə bitirmişəm. Musiqi məktəbini də 2 saylıdır. Bəxtimə 2 saylı çıxdı. Mama deyir ki, bəli, əvvəldən elə Həqiqət Rızayeva adına idi sən oxuduğun musiqi məktəbi. Və dedi ki, o bilirsən kimdir? O, Ögey Anadakı İsmail, o Ögey Ana filmindəki İsmailin nənəsidir, böyük nənəsi. O da Lənkəranlı olduğu üçün onun adına qoyublar musiqi məktəbinin, deməli, bizdə 2 musiqi məktəbi var. Bu musiqi məktəbi Həqiqət Rızayeva adınaymış. Uşaq vaxtı mənim yadımda deyil idi, bilmirdim. Amma mama dedi ki, bəli, anam dedi ki, əvvəldən bəli, onun adınadır. Onu da bildim ki, o kim imiş. Onu da dedim ki, buradan məlumatlandırım, deyim ki, Ögey Ana filmindəki İsmail deməli obrazının böyük nənəsi rolunu oynayan qadın imiş. Lənkəranlı, həm də Lənkəranlıdır. Ona görə onun adına veriblər. Nə bilim, yəni mənə elə gəlir ki, səmərəli oldu, çox yaxşı oldu. Biraz gülməli, biraz məlumatlı, yaxşı vlog oldu məncə. İnşallah siz də izləyib bəyənsəniz ki, inşallah ki, bəyənərsiniz. Bəyənsəniz, yəni bəyənmək yerinə də toxunun, like-a, yəni vurun. Nə qədər like-ların sayı çoxalarsa, bəyənmənin sayı çoxaldıqca video daha çox insanların qarşısına çıxır və bəyənsələr yəqin ki, izləməyə alarlar. Bu da məni çox sevindirər, inanın, çox sevindirər. Çox sağ olun deyirəm bura qədər izlədiyiniz üçün. Sağ olaşıram.